Azərbaycan televiziyalarının da cəmiyyətə pis təsir etdiyini, əslində təhrik etdiyini, müəyyən dəyərləri korladığını, məhv etdiyini yenə də müsahibələrinizin birində bildirmişdiniz. Əsaslı dəyişiklik üçün əslində nə etmək lazımdır? Əsaslı dəyişiklik etmək üçün əsaslı düşünmək lazım. Çox təəssüf ki, əsaslı düşünmürlər. Müğənniyə qadağa qoymaqla heç nə dəyişmir. Sən bu müğənniyə bu platformada qadağa qoyacaqsan, onun başqa platforması var, çıxacaq. O oxucu, dinləyici, o tamaşaçı bu platformadan o biri platformaya keçəcək. Sən zövqləri dəyişdirməyi və zövqləri təbii tərbiyə etməyi bacarmalısan. Sən bunu edirsənmi? Bunu etməyibsə, müğənniyə qadağa qoyacaqsan, o müğənni buradan tamaşaçını götürüb daşıyacaq o bir yerə. Gedib hamı TikTok'da baxacaq ona. Gedib hamı Instagram'da baxacaq, Facebook'da baxacaq, nə bilim, başqa platformalarda baxacaq ona. Sən zövqü dəyişdir, sən zövqü korlamısan. İndiyə qədər, uzun illərdir tamaşaçı zövqünü, dinləyici zövqünü korlamısan. Sən korladığın zövqü zəhmət çək, geri qaytar, yavaş-yavaş tərbiyə elə, qaytar geri. Qoy alışsınlar, qoy bu zövqlə tərbiyə olunan bir nəsil yetişsin. Sonra deyən ki, bunu oxutma. Onda demək lazım olmayacaq. O verilişin reytingi olmayacaq. O adamları niyə çağırırlar? O adamları ona görə çağırırlar ki, verilişin reytingi yüksək olur. Demək ki, baxıcısı var. Demək ki, tamaşaçısı var bunun. Sən buna buradan qovmaqla nəyi dəyişirsən? Sən demək uzun illərdir bu auditoriyanı formalaşdırmısan bu siyasətlə. Ona görə təfəkkür, düşüncə dəyişməyənə qədər müğənniyə qadağa qoydum, birinə qadağa qoydum, ikisinə qadağa qoydum, heç dəyişməyəcəklər. Heç bir halda. Əksinə pis biraz cəmiyyət olacaq və sizə əmin edirəm 3 aydan sonra o verilişlərin reytingi sıfır olanda həmin adamlar tezlənən bərpəylə qaytaracaqlar ora. Və o adamların ayağı biraz da yer alıb, biraz da daha çox şey edəcəklər. Bu qədər sadədir. Bunu başa düşmək üçün alim olmağa və yaxud da böyük mütəxəssis olmağa ehtiyac yoxdur. Kənardan baxanda bu görünür. Zövqləri yenidən formalaşdırmalıdırlar. Bu zövqlər uzun illərdir, bizim zövqlər belə formalaşır. Biz görün, hansı zövqlərdən hara gəlib düşmüşük. Və özdə bu təkcə bir kiçicik zümrə və yaxud da kiçicik bir qrup deyil. Bütün xalqın hətta. Mən sizə bir şey deyim, açıq deyim sizə. Bugün mən o mahnılara qulaq asmıram, mən o mahnıları sevmirəm deyənlər toylarda bu həvəsinin həmin adamların, həmin mahnılarına ortadan çıxmırlar. Heç fərqində də olmurlar ki, orada nə oxunur? Ritmi tuturlar və oynayırlar. Sual olunur, sən ki bunu bəyənmirdin. Demək ki, yavaş-yavaş o adamlar da alışıb artıq bütün bunların hamısına. Özümüzü allatmayaq. Biz biraz cəmiyyət üçün çalışan adamlarıq. Biz cəmiyyətə göstəririk ki, yox, mənim zövqüm bilirsiniz, mən simfoniyaya qulaq asıram, mən ariyaya qulaq asıram, operadan ötürü ölürəm. Ya adam da ömrü boyu simfoniya, ariyaya, operaya qulaq asa bilərmi, baxa bilərmi? İnsan, musiqi insan əhvalıdır, insan ruhudur. Sənin əhvalın cəmiyyətin əhvalından da kənarda olmur. Cəmiyyət səni hara sürüklüyürsə, sən o əhvalda olursan. Bu qədər sadədir bunlar. Əslində insan özdə o bayaq adlandırdığımız musiqilərə bir neçə dəfə qulaq asdıqdan sonra elə qulaq asmaq istəyir əslində. Xoşu gəlir, çox haqlısınız. Hə, çünki bilirsiniz, sizi problemlərdən ayırır, sizi dünyadan ayırır, sizi özü düşünməkdən ayırır. Düşünməkdən ayırır, deyirsən ki, elə buna baxıb da biraz da kef edin. Elədir.